Selamun Aleyküm dəyərli həmvətənlilər, dəyərli dostlar, dəyərli qardaşlar, dəyərli bacılar, hər vaxtınız xeyir olsun inşallah. Mən əsas bir məsələyə toxunmaq istəyirəm, Tərtər hadisələri ilə bağlı. Bildiyiniz kimi, bu Tərtər hadisələrinin başında dayanan və vəzifəyi icra edənlərdən biri Xanlar Vəliyev ki, Elmar Vəliyevin qardaşı. Bunlar kimdirlər? Bunlar zəncirvari, hara bağlanırlar? Bunların kırışəsi kimdir? Bunların daydayı kimdir? Bunlar bugünkü gündə qolğanət açıb xalqın üstünə gəlirlər, xalqa əzirlər, bu günləri xalqın balalarını qətliam edib şəhadətə yetirirlər, aparırlar kimsəsiz qəbirstanlığında bastırırlar. Bunların səbəbkarı kimdir? Bunların dalında dayanan, arxasında dayanan kimlərdir? Bunu hamımız bilirik. Beylər Eyyubov. Bu %99%. Niyə? Beylər Eyyubovla Xanlar Vəliyevin bərk ailəvi dostluğu var. Bunu hamımız bilirik. Niyə bu günlər Xanlar Vəliyevə bu günlər güc satmır? Niyə bu günlər Zakir Həsənov o boyda müdafiə naziridir, bu günlər Xanlar Vəliyev üçün barmaq sirkələyə bilmir ki, bu qətliamın, Tərtər qətliamının, Tərtər hadisələrində o öldürülən əskərlərin hansı səbəbdən və nəyə və nə üçün öldürülüblər? Onu əgər Zakir Həsənov bugünkü gündə onu araşdırıb, baş prokurorluq onu araşdırıb, hərbi prokurorluqdan gedir söhbət, hərbi prokurorluq onu araşdırıb bu günləri Azərbaycan xalqına, o ölənlərin valideynlərinə, o ağ saçlı anamıza, o anamızın bilməyən Kanal 13-dən dinlədim onu, andolu Allah adamın ürəyi ağrıdır. Deyir, balamı deyir, butulka üstündə oturdublar. Balamı zorlayıb öldürüblər. Vallahi billahi. Erməni verdiyi zülmü Azərbaycan vətəndaşı, o Azərbaycanlı deyir ha, o zülmü ki verib, hansısa pulun müqabilində, hansısa vəzifənin müqabilində öz vəzifəsini itirmədən ötürü, vəzifəsindən kənarlaşdırmadan həmən uşaqlara, həmən valideynlərin balalarını işgəncə verib, putulka üstündə oturdan Xanlar Vəliyev ki var, bugün bu Xanlar Vəliyev kimdir? Kimdir bu Xanlar Vəliyev ki, bugünlər ölkədə at oynadır, hərbidə at oynadır? Deyir, get kimi deyirsən, dərdi bitdi, xeyri yoxdur. Bu Xanlar Vəliyev ki, o səsi deyir, əzizlərim, həmən o Xanlar Əliyevin o dinin üstünü qoyan sözü Beylər Eyyubovdur. Nə üçün ki, deyir, balığı başından əzərlər. Gərək birinci başdan əzək, əzizlərim. Biz başı əzi bilməsək, bunları biz heç nə bilmərik, biz bunları güc gələ bilmərik. Əsas başda oturanlardır. Nə üçün ki, bunlar sistemlə yazılmış bir senaridir, əllərinə verilir türkün məsələ. Həmən senari ilə bunlar istər xalqı, istər dövləti, istər milləti, bunlar idarə edirlər. Bu günləri o ananın fəryadı, andula Allaha adamı yenə deyirəm, ürəyi ağrıyır. Başı gözü ağardıb bu yollarda, prezident aparatı qalmayıb, hərbi prokuratura qalmayıb, Müdafiə Nazirliyinin qapısı qalmayıb, Daxil İşlər Nazirliyinin qapısı qalmayıb. Bu kimə düşün, ölkədə bu kimə düşün dərdini. Ananın dediyi ilə, ananın sözlərinə əsasən danışsa, bəli, Azərbaycanın ölkəsi bəsbirdəl bir ölkədir. Kriminal bir ölkədir. Nə üçün ki, əsasları o sökənib əsaslarla danışmaq lazımdır. Bugün mən o ananın dinlə, məsələn, qulaq asıram, dinləyirəm ananı, görürəm, ana həqiqətən kriminal ölkəsində yaşayır. Azərbaycan heç vaxt qanunlu ölkə olmayıb. Olmayacaq da. Niyə? Ona görə ki, bu ölkənin başında oturanlar, duranlar, bu ölkənin malını, dövlətini, sərvətini dağıdanlar, qanunu icra edənlər deyir ki, qanunsuz gəlib burada özləri seçib otuzdurub, bugün millətə meydan suluyurlar, millətə qan utdururlar, son qiymətini qaldırır, qazın qiymətini qaldırır, mən nə bilim, benzinin qiymətini qaldırır. Bunlar nədir, nədən gəlir ötürü? Ona görə ki, özləri təyin elədiyi məmurlar
bu günlər xalq tərəfindən, millət tərəfindən seçilib qoyulmayıblar. Rüşvət verib gəlib oturub kresloda. Verdiyi rüşvəti o xalqın boğazından çağartmalıdır. Fərqi də bir gün Əli getdi yerinə Vəli gəldi. Keçəl Həsən keçəl. Eyni şey, ikisi də eynidir. O da pul verib gəlmişdi hakimiyyətə, yedi, bir tutucuyla onu sağıcıyla, yenə də bıraxıcıyla. Yenə də bunu götürüb qoyucuyla, onu da yedizdiriciylə, çizdiriciylə, birisi o da yiyib dağıtıcı. Yenə onu tutub basıcıyla. Ne üçün ki, bu xalqın istəyi ilə seçilməyib. Millətin istəyi ilə seçilib qoyulmayıblar. Əgər birinci əzizlərim bir dənə şeyə baxın. Görün ölkənin başçısı bu xalq və millət tərəfindən seçilib, o kürsüyə qoyulub, o kürsüdə təyin olunubsa, mən onu söz demirəm. Ne üçün ki, ölkənin başçısı bültenləri oğucla, yeşikləri doldura, gizlin arxa qapıdan qaçanda, bunların hamısı şahid olmuş, hamısını görmüş. Saxta yollarla gəlib prezident olan ölkənin vətəndaşlarının hüquqlarını müdafiə eləyər, qoruyar ki, ölkənin prezidenti, dövlət başçısı saxta ilə gəlbəyləşir burada. Oturun, fikirləşin də. Mümkündür, Azərbaycan xalqının hüquqlarını müdafiə eləsin? Asla. Utansın, yeri girsin, kül olsun İlham Əliyevin başına ki, Kamaləddinə dediyi nazirlərdir, məndəndir. Xahiş əlilər keçsinlər, Şuşada nəsə görsünlər, nəsə tiksinlər. Kül sənin boş və həmən naziri mən təyin eləməmişim ora. Həmən postda mən qoymamışam bunu. Həmən vəzifəyi 27 il İlham Əliyev, sənin Oton Heydər Əliyev təyin eləyib. Sənin tuxunçundur ki, Kamaləddin Heydərov bu günləri söz deyəsən. Ne üçün ki, fövqəladə Hallar Naziridir, hər bir şey əlindədir. Sənin tuxunçun ünəri üçündür ki, Elçin Quluyevsin bormaq sirkəliyəsən. Ne üçün ki, sərhəd qoşunları əlindədir. Bir gün istəsə ölkədə nəsə bir qarşı durma yarada bilər. Nəsə hərbi əlindədir. Sadəcə qızım sənə deyirəm, gəlim sənə eşit. Belə danışır ki, hələ biləm, mən təyin eləmişəm bunları. Qardaş, özün təyin eləmişsən də. Sən bilmirsən benim Kamaləddin orada burada neyi var, neyi yox. Mən biləndən sonra sən ölkə başçısınsa əgər İlham Əliyev, mən buradan səni səslənirəm. Sən bir gün əgər ölkənin başçısınsa, sən bir günlər ölkədə bu qədər zülümü görürsənsə, danışmırsansa, Allah sənə lənət edir. Niyə? Mən bir günlər əgər xaricdə yaşayır, ya ölkədə yaşayır, ya bir sıravi vətəndaş bir günlər görür Kamaləddinin villalarından tutqunən, bizneslərindən tutqunən, bunları görür. Və xalqa deyirsə, xalqa çatdırırsa, və xalq da bunu görür. Bir gün sən ölkə başçısı ola, sənin bu şeylərdən xəbərin yoxdursa, da sənin o kürsüdə nə ölümün var, nə şəhidləşmirsən orada sən. Onda elə o ölkənin rəhbəri Kamaləddindir də. O ölkənin Daxili İşlər Naziri Vilayət Eyvazovdur. O ölkənin sərhəd qoşunları Elçin Quluyevdir. Düzdür. Bunlar da ölkəni idarə edən, ancaq sən bir ölkədə heç kimsən, sən bir uğruşluya bənzəyirsən. Ne üçün ki, səni saxlayan sistemdir bunlar. Səni qoruyanlar bunlardır. Sən kimi xod edirsən, sən kimi qorxudursan burada. Sən avam insanları başa sala bilərsən burada ki, mən bir günlər çıxıram, mən Kamaləddinin adını çəkirəm, Elçin Quliyevin adını çəkirəm, Ziya Məmmədovun adını çəkirəm. Niyə çıxıb bir kəlmə Beylər Eyyubovdan danışa bilmirsən? Ona görə çıxıb danışa bilmirsən. Beylər Eyyubovun nələri var? Kimlərə dəstək verir? Kimlərə pullar, ölkənin nə qədər ölkədən pul xaric olunur xarici ölkələrə, Kürdlərə, ora, uyana, bu yana. Niyə çıxıb bunu danışa bilmirsən? Niyə demirsən? Deməzsən. Niyə bugünkü günə qədər Türkiyə səfər eləyəndə Beylər Eyyubov sənin yanında Türkiyə gedə bilmir? Niyə? Ona görə zaprit qoyublar Beylər Eyyubova. Türkiyə girməyə onu qadağandır. Onun törətdiyi və gördüyü işdən Türkiyənin xəbəri var. Azərbaycandan çıxan sərmayələrin bir hissəsi kimlərə gedir? Bir günlər sənin gücün çatmırsa ona, sən nə ölkə başçısısan? Ola bilməzsən ölkənin başçısı. Saxta ölkə başçısısan sən.
Saxta yollarla seçilmişsən. Ona görə sən bir günlər əgər xalqın əsl istəkli prezidenti olsaydın, sən bir günləri deyərdin ki, qəbul edərdin o ananı. Qəbul edərdin ki, 3 ildir bu küçələrdə ayaqqabının altı gedib. Paltarı dağılıb. Canı gedib. Sən o ananı bir günləri qarşılardın. Gəl anam otur. Gəl dərdini mənə görüm sənin dərdin nədir? Ya bu tapşırığı verən İlham Əliyev özüdür, o uşaqları öldürtdürən İlham Əliyev özüdür, bu günləri o vətəndaşların dərdi ilə maraqlanmır. Vitse-prezident Mehriban Əliyev. Neyniyib? Ne iş gördü gəldi vitse-prezident oldu? Neynədi? Yaxdı yoxudu gördü ki, İlham Əliyev dedi ki, yapışmasan, vitse-prezident təyin edirəm. Bir gecənin içində, bir dənə yoxunun içində gəldi İlham Əliyev onu vitse-prezident təyin edirdi, qoydu. O boyda vəzifəyə. Kim seçdi onu qoydu? Mən seçdim, siz seçdiniz. Yox. Qardaş, bu ölkədə ədalət olmayıb, olmayacaq. Niyə? Bunlar kimləri istəyirlər, kimləri istəmirlər, onları da qoyurlar. Bu günləri Paşayevlə Əliyevlərin davası gedir. Yavaş-yavaş Əliyevlər oyundan çıxır, Paşayevlər oyuna girir. Bu göz qabağında olur. Bunu hamımız şahidir. Ne üçün ki, Mehriban Əliyev gəlmək üçün yol açırlar onca. Mehriban Əliyev öz adamlarını yavaş-yavaş itələyir qabağa. Ne üçün ki, kürsüyə gəlib oturanda o bunlar bunu müdafiə eləsinlər. Əliyevlər bunlarla, Ramiz Mehdiyev Əliyevlərin adamı idi, Heydərin adamı idi. Onun ki, bir gün çağırtdılar, qoydular. Bir gün Ramiz Mehdiyev kimi orada krallar var ki, oturublar hakimiyyət başında. Bir günlər ona görə ölkəmiz bərbad yönündədir. Bir günləri 2 dənə mafiyanın davası gedir ölkədə. Paşayevlərlə Əliyevlər. Ona görə bir gün Azərbaycan xalqının, Azərbaycan vətəndaşının, Azərbaycan qazısının bir günlər problemləri onlar üçün maraqlı deyil. Ne üçün ki, problem bir dəqiq bunların öz içlərində başlayıb. Ona görə sənin bir günləri dərdimə, mənim dərdimə yanmazlar onlar. Bir gün 3 ildir ana fəryad edir, onun ananın fəryadı bir dəqiq onları maraqlandırmır ki. Bu dəqiq ölkənin daxilində bir dəqiq biri-birini qanlı yeyirlər bunlar, qanlı içirlər. Göz qabağında olur. Kimin tünəridir ki, Ramiz Mehdiyev üçün bormaq sürkəlüsün, yaxud Ramiz Mehdiyevin kürəkənini həbsxanaya bassın, 15 sutka versin. Oturun, fikirləşin. Əli Həsənov durdu, qaçdı Türkiyə. Kimdir bunların dalında dayanan? Kimdir? Ha, bu Paşayevlərlə, Əliyevlərin bu dəqiqə güclü davası gedir. Gedir. Çünki Mehriban Əliyevi o yer üçün, o kürsü üçün hazırlaşdırırlar. Mehriban Əliyevin klanları gəlib orada oturmasa, Əliyevin klanları heç vaxt Mehriban Əliyevə imkan verməz ki, o kürsüdə otursunlar. Onun başını yiyərlər. Ona görə əzizlərim, mən bir günləri yenə də deyirəm, bu tərtər hadisələri ilə bağlı ölən anaya buradan qardaşımıza Allahdan rəhmət diləyirəm, Allah ruhunu şad eləsin, Allah o qardaşlarımız ki, nahaq yolunda ölüblər, Allah onların qatillərinə lənət eləsin, Allah onların qatillərini tezliklə inşallah aşkara çağartsın, Allah analarımıza səbir versin, tərtər hadisələrində ölən qardaşlarımıza, analarımıza, bacılarımıza Allahdan səbir diləyirəm. İnşallah Allahın tezliyi ilə tapılar, İnşallah ədalət bir gün yerini tapacaq. Mütləq tapacaq ədalət. Yəni, nahaq qan heç vaxt yerdə qalmayacaq. O anaların da ahı bir günü bu zalimları tutacaq, mütləq tutacaq. Ancaq mən bir şey demək istəyirəm, əzəm vətənlərim. Biz Azərbaycanlı kimi, bir Azərbaycan vətəndaşı kimi gəlin o analara, o bacılara, o qardaşlara dəstək çıxın. Yanında olun. Düzdür, digəsi uzaqdır danışır. And olarlar bizə yaxında da olanda kömək eləmişik, dərdləri ilə maraqlanmışıq, yanlarında olmuşuq başqa məsələlərdə. Ancaq sizdən çox-çox ricam və xahişim var ki, məclumun yanında olun, zalimin yanında olmayın. And ola Allaha zalimin yanında olsuz, məclumun ahına yetişməsöz, buna mütləq əmin olun ki, Allah qiyamətin günündə bunun hesabını bir-bir çəkəcək bizdən. O bugün ana məclumdur. Həqiqətən məclumdur ya. O ananın bir günləri fəryadı, bir günlər ananın ahı,
Bir gün ana dəstək istəyir, biz bunu anaya dəstək ola bilmirik. Ananın qabağında, arxasında, yanında gedib Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin qapısını dağıda bilmirik. Hərbi prokuraturanın qapısını dağıda bilmirik. Prezident aparatının qapısında gedib səs-küy, vay-haray salı bilmiriksə, and ola Allaha o ananın ahı da bizi tutacaq. Buna əmin olarsın. Əmin olasın ki, onun ahı tutacaq bizi. Nə üçün ki, onun balası nahaq öldürülüb bu vətən torpaq yolunda. Öldürülən qardaşlarımızın Allah qatillərini yenə dedim, lənət eləsin. Allah əhl-i beyti qonaq eləsin inşallah onları. Analarımıza, bacılarımıza, qardaşlarına Allahdan rəhmət diləyirəm, Allahdan səbir diləyirəm inşallah. Allah tezliklə qatillərini inşallah aşkara salsın. Allah amanında özünüzdən müğayət olun. Sağ olun. Allah köməyiniz olsun.